Salam, 7-ci sinif biologiya 2-ci hissədən bədən kütlə indeksi və sağlamlıq mövzusuna baxaq. Burada qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə dünyada 1 milyarddan çox insan artıq çəkidən əziyyət çəkir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhalinin demək olar ki, 50% artıq çəkidən, qalan 30% isə piyələnmədən əziyyət çəkir. Piyələnmə nəticəsində insanlarda bir sıra xəstəliklər yarana bilər. Sizcə piyələnmənin səbəbi nədir? Və piyələnmənin səbəbi həddindən artıq qidalanma, az hərəkət ola bilər. Bu problemin həlli yolları hansıdır? Fiziki sağlamlığa riayət etmək, aktiv olmaq, qida rasionuna uyğun çeşidlərlə qidalanmaq lazımdır. Artıq çəki normadan artıq olan çəkidir. Piyələnmə həddindən artıq köklükdür. Bədənin kütlə indeksini hesablamaq üçün isə bədən çəkisini boyun uzunluğunun kvadratına bölməklə tapmaq mümkündür. Düzgün balanslaşdırılmış qidalanma orqanizmin sağlamlığını təmin etməyə imkan verir. Sağlam qidalanmanın ümumi xüsusiyyətləri mövcuddur. Belə ki, qidanın enerji dəyərinin orqanizmin enerji sərfiyyatına uyğun olduğunu müəyyən etmək lazımdır. Yəni, bu deməkdir ki, gün ərzində nə qədər iş görürsənsə, enerji sərf edirsənsə, qəbul olunmuş qida o enerjini ödəməlidir, çox və yaxud da az olmamalıdır. Qida maddələrinin kimyəvi tərkibinin orqanizmin fəaliyyətinə uyğunluğunu müəyyən etmək lazımdır. Qida məhsullarının mümkün qədər müxtəlifliyinə fikir vermək lazımdır. Qida maddələrinin kimyəvi tərkibi deyəndə, onun tərkibində hansı qida maddələrinin, zülallar, yağlar, karbohidratların nə dərəcədə olmasına fikir vermək lazımdır. Yəni, hər üçü aşırı dərəcədə çox ola bilməz və yaxud da biri və ya ikisi çox və yaxud az ola bilməz. Gündəlik qida normalarına uyğun olmalıdır, qida rasionuna uyğun olaraq və biz qeyd elədik ki, hər bir şəxsin qəbul elədiyi qida, xərclədiyi, yəni enerjidən, yəni sərf elədiyi enerjidən çox və ya az olmalı deyil. Qida məhsullarının mümkün qədər müxtəlifliyinə gəlincə, bildiyiniz kimi, insanlar həm bitki, həm də heyvani mənşəli qidalardan qəbul etməlidir və vitaminlər, mineral duzlar, su da qidanın tərkibində olmalıdır. Artıq çəki deyəndə tövsiyə olunan bədən kütləsini aşdıqda artıq çəki əmələ gəlir. Həddindən artıq kökdürsə, bu zaman piyələnmə yaranır və qeyd elədik ki, bədən kütlə nisbəti deyəndə hər bir insan artıq çəkinin olub-olmadığını özü müəyyən edə bilər. Bunun üçün, bax, gördüyünüz kimi, bu düsturdan istifadə edə bilər. Bədən kütlə nisbəti, kütlə indeksi bərabərdir. İnsanın bədən kütləsi kiloqramla ifadə olunur, boyu isə metrlə ifadə olunur. İnsanın boyunu 2 dəfə bir-birinə vurmaqla və kütləni həmin rəqəmə bölməklə bədənin kütlə indeksini tapmaq mümkündür. Burada fəaliyyət bölməsində gördüyünüz kimi orqanizmlər verilibdir və orqanizmlərin boyu santimetrlə ifadə olunubdur, amma biz düsturda dedik ki, bu metrlə ifadə olunmalıdır. Onda metrlə ifadə eləsək, 1,7 metr olacaqdır və hər bir adamın burada göstərilən şəkildə təsvir olunanların bədən kütlə indeksini tapa bilərik. Bunun üçün deməli bədən kütləsi bax burada kiloqramla ifadə olunub. 50-ni deməli bölməklə 1,7-ni 1,7-yə vurduqda haradasa 2,89-a bərabər olur. Deməli 50-ni 2,89-a bölməklə 17,3 alırıq. Deməli, birinci təsvirdə bədənin kütlə indeksi 17,3-ə bərabərdir. İkinci adamınki təsvirdə 65 kiloqram çəkidir. 2,89-a bölməklə onun kütlə indeksinin 22,49-a bərabər olduğunu görə bilərik.
üçüncüdə 27,68-ə, dördüncüdə 32,87-yə, axırıncı isə 38,6-ya bərabər olduğunu görərik. Bax, bu aşağıdakı cədvələ baxsaz, burada çəkinin az, normal və yaxud da artıq miqdarda olmasından istifadə etməklə bunların hər birinin bədən kütlə indeksinə müəyyən etməklə onların artıq çəkili və yaxud da az çəkili olduğunu hesablamaq mümkündür. Birinci, bu 17,3 az çəkili hesab olunacaq, çünki normada olaraq 18,5-dən kiçik olanlar az çəkili hesab olunurlar. Sonra 22,49 olan normal çəkili hesab olunacaqdır. Sonra 27,68 piyələnmədən qabaqçı indeks, piyələnmədən qabaqçı təsvir olunacaqdır. Sonra 32,87 isə birinci dərəcəli piyələnməyə aid olur, uyğun gəlir. Növbəti 38,6 isə ikinci dərəcəli piyələnməyə uyğun gəlir. Yəni onların bədən kütlələri həddindən artıq çox olacaqdır. Yəni bu istiqamətdə bədən kütlə indeksindən istifadə eləməklə onların bədən çəkilərinin az və ya çox olmasını müəyyən etmək mümkündür. Müzakirə edin. Sizcə insanın yaşı bədən kütləsinə təsir edirmi? Fikrinizi əsaslandırın. Əlbəttə ki, yaş artdıqca bədən kütləsi də artacaq. Deməli, ikinci fikrinizcə insanın bədən kütlə indeksi nədən asılıdır? Qeyd elədik ki, insanın boyunu, deməli, insanın bədən çəkisini insanın boyunun kvadratına bölməklə hər bir şəxs öz orqanizminin bədəni kütlə indeksini hesablaya bilər. Bədən kütlə indeksinə görə insanlar qəbul edilən bir neçə kateqoriyalarda qruplaşdırılır. Belə ki, qeyd elədik, az çəkili, normal çəkili, artıq çəkili, piyələnmədən qabaqçı hal, piyələnmə, birinci dərəcəli piyələnmə, ikinci dərəcəli və üçüncü dərəcəli piyələnmələr mövcuddur. Əgər hər biriniz boyunuzu ölçüb, onu deməli çəkinizi ölçüb boynuzunun kvadratına bölməklə, bax bu hansı ifadəyə uyğun gəldiyini müəyyən eləməklə bədən çəkisiniz normadan az və ya artıq olması haqqında məlumatı qeyd eləyə bilərsiniz. Bədən çəkisinin həddindən artıq olması adətən insanda sağlamlığa mənfi təsir göstərir. Belə ki, arteriosklerozdur, ondan sonra qan təzyiqinin yüksək olmasıdır, ürək-qan damar çatışmamazlığıdır, diabetdir, bəzi şişlərdir. Bu xəstəliklərin inkişafı üçün şərait yaranmış olur. Deməli, hətta ola bilər ki, kəskin və ya ağır piyələnmə ciddi xəstəliklərin inkişafına, hətta həyat keyfiyyətinin azalması və ya ölüm hallarına da gətirib çıxara bilər. Öyrəndiklərinizi tətbiq edin. Müxtəlif idman növləri ilə məşğul olan adamların bədənlərinin kütlə indeksini, göstəricisini hesablayın. Burada bax, futbolçudur, boyu verilibdir, kütləsi verilib. Kütləni bax, boyun kvadratına bölməklə, bax bu rəqəm alınıq 25,74. 25,74 olacaqdır. Normal 25 yox, artıq çəki olacaq, artıq çəki. 25,71 cədvələ baxmaqla onu müəyyən eləmək olur ki, azdır çəkisi yaxud çoxdur. Boksyorun çəkisi bədən kütlə indeksi 27,45-ə bərabərdir. Bu da piyələnmədən qabaqçı çəkiyə uyğun gələcəkdir. Sonra maraton qaçıcısı olan bax bu deməli Great White var, yazılıbdır burada. Bunun bədən kütlə indeksi 18,016-ya bərabər olacaqdır. Bu normal çəkiyə uyğun hesab olunur. Sonra isə növbəti 15,57-yə bərabər olan maraton qaçıcısı Kolqan isə çəkisi az olacaqdır. Deməli, bədən kütlə indeksi normadan az olacaqdır. Qeyd elədik ki, normal bədən çəki 18,5-dən artıq olmalıdır.
Sonra Marfan qaçısı növbəti Komin. Komin 16,33-ə bərabərdir bədənin kütlə indeksi. Bu da yenə də normadan aşağı çəki deməkdir. Müzakirə edin, bədən kütlə indeksi göstəricinə görə hansı nəticəyə gəlmək olar? Onu çəkisinin normadan çox və ya az olmasını bilmək olar. Bu göstəriciləri necə izah etmək olar? Bu göstəriciləri izah edəndə qeyd elədi ki, ola bilər normal çəki olsun. Normal çəki deməli qəbul olundu 18.5-dən 24.9 arasında çəki və digər çəkilər isə cədvəldə də göstərilibdir. Ona baxmaqla müəyyən eləmək olur və ola bilər ki, çəki həddindən artıq çox olsun, piylənmə olsun. Bədən kütlə indeksində onu da qeyd eləmək olur və onlarda hansı xəstəliklərin üzə çıxma ehtimalını əvvəlcədən qeyd etmək mümkün olur. İnsanın daha hansı xüsusiyyətləri bədən kütlə indeksi ilə təsvir edilə bilər? Qeyd elədi, normadan artıq olması, birinci, ikinci, üçüncü dərəcəli piylənmə olması və yaxud piylənmədən qabaqçı hal olması və ona uyğun olaraq hansı xəstəliklərin baş verməsi haqqında mühakimə yürütmək mümkündür. Burada verilibdir, bədənin kütlə indeksi 29.9 olan insan gündəlik 2000 addım etməli, hər dəfə bunun sayını 500 addım artırmalı və özünü yaxşı hiss edirsə, üzgüçülük də əlavə etməlidir. Bu o deməkdir ki, piylənmədən əvvəlki hal müşahidə olunur bu şəxsdə. Göstərici 40-dan yuxarıdırsa, ilkin yükü yavaş-yavaş gündə 100 addım artırmaqla gəzmək olar. Niyə belə tövsiyəyə ehtiyac var? Çünki bu 3-cü dərəcəli piylənmədir. Birdən-birə çox hərəkət etmək onların sağlamlığına mənfi təsir göstərə bilər. İkinci suala baxaq. İnsana dəqiq diaqnoz qoymaq üçün yalnız bədənin kütlə indeksindən istifadə edilə bilərmi? Nə üçün? Biz qeyd elədik ki, çəki normaya uyğun olmalıdır. Bədən kütlə indeksi az və ya çox olarsa normadan, bu zaman orqanizmdə müxtəlif xəstəliklər, fəsadlar meydana çıxa bilər. Amma həmişə bu üzün doğrultmur. Ola bilər ki, hər hansı bir infeksiyaya tutulmuş olsun, yaxud ola bilər virus xəstəliyi olsun və yaxud bakteriya xəstəliyi olsun, onu bədən kütlə indeksini bilməklə müəyyən etmək mümkün olmur. O üçün odur ki, hər dəfə bu özün doğrulda bilməz. Bədən kütlə indeksi göstəriciləri adətən hansı məqsədlər üçün təyin oluna bilər? Bədən kütlə indeksinin göstəricilərinin həm idmançılar, həm digər sahələrdə çalışanlar, həm də hər bir insan öz bədən kütlə indeksini müəyyən etməyə çalışa öyrənə bilər və bədənin nələr gözlədiyini və yaxud normadan çəkinin artıq olarsa hansı xəstəliklərlə üzləşə biləcəyini, az olarsa hansı xəstəliklər baş verə biləcəyini müəyyən etməyə onlara əsas verir. Bu qədər, sağ olun.